bir həyəcan təbili salmaq istəyirəm, bir müəllim kimi. Mən ölkəmi dünyanın ən yaxşı sıralarında görmək istəyirəm. İnkişaf eləmiş sıralarında, inkişaf eləmiş millətlərin sıralarında. Danimarkalılar kimi, fransızlar kimi. Mənim tanıdığım adamlar olub ki, baxın, emosiyasız danışmaq mümkün deyil bunu. Çaşqa ilə fala baxırlar. Baxır içinə, görün bu əri bunun arvadından nə vaxt bunu alacaq, bu orada o əri, bu nə səfeh işlərdir, insanlar məşğul olur. Nə səfeh işlərdir bu. Allah Taala'nın sözünü sizə çatdırıram. Nisa surəsi 48-ci və 116-cı ayədə Allah açıq şəkildə deyir ki, bu adamlar cəhənnəm əhlidir. Bu adamlar cəhənnəmdən çıxmayacaq. Dünyada da onlara deyir, sıxıntı verirəm. Sıxıntılı həyat yaşayırlar. Zahirən baxırlar ki, hər şey qaydasındadır, amma içəri dağılır. O işi görəndə Allah Taala Quranda yazıb, bir səhv iş görəndə. Onun deyir, içinə mən ilham edirəm bu günahı. Ki, çəkil bundan, səhv işdir. Yaxşı işi də deyir, ilham edirəm ki, onda huzur gəlir. Bir təhsilli cəmiyyətin işidir bu, çaşqa ilə şeyə baxmaq, fala baxmaq. Qəbirdən, pirdən, ziyarətdən yardım istəmək, ölüyə Quran oxutmaq. Budurmu din? Allah bizdən bunu mu istəyir? Allah insanlara pis tanıtmısınız, dini pis tanıtmısınız. İnsanlar nifrət edir din adı gələn, Allah adı gələndə. Gerçək Allah nədir? Gerçək Allah odur ki, get deyir işinlə məşğul ol. Aparat çıxart. Elm öyrən, inkişaf elə, yoldaşına hörmət elə. Əxlaqlı ol, ailəni qoru. Gerçək Allah bu deyil. Yas məclisləri deyil, 40 deyil, 3 deyil. Bunlar hamısı insanların uydurduğu şeylərdir. Cəfəngiyat, cahil şeylərdir. Mən əsəbləşməyim, neyniyim? Bir dəfə, 2 dəfə artıq bir video çəkdim. Bu sırf mənim sahəmlə də əlaqəlidir. Mən bir müəllim kimi cəmiyyəti qabağa aparmaq istəyirəm. Tələbələrimə təhsil vermək istəyirəm. Gəlmişsiniz, biri pirdən şeydən istəyir, biri çaşqa ilə fala baxırlar. Çaşqa ilə fala baxmaq, Allah 48-ci Nisa surəsi, bax, çaşqa ilə fala baxanlara müraciət edirəm. Yığışdırın bu hərəkəti. Nisa surəsi 48-ci ayədə Allah Taala açıq-aşkar təhdid eləyir. Kim ki mənə şirk qoşursa, şərik qoşursa, məndən başqasından yardım istəyirsə, onlar cəhənnəmdən çıxmayacaq. Deməli, Allahın cəhənnəmdən çıxartdığı adamlar da olacaq o dünyada da. Sən demə, Allah Taala o dünyada da günahları bağışlayır. Amma deyir mənim huzuruma şərik qoşmuş halda mənə gələnlər, fincanla, ölüdən şey istəyənlər, ondan bundan, bunları cəhənnəmdən çıxartmayacam, bunların başını oynasacam deyir. Bundan başqa deyir, bütün günahları bağışlayaram, adam öldürsəm belə bağışlayaram. Amma görün nə təhlükəli vəziyyətdirsə. Allah deyir, əlini açıb məndən başqasından kömək istəsən, sən cəhənnəmdən çıxmayassan. Atam belə olsa, anam belə olsa deyir. Mümkün deyil deyir. Ən çox da arvadlar. Arvadlar 5-6 dənə yığışıb bir yerə fincanla baxır. Sən necə səni ana qarnında yetişdirir, sonra sən çıxırsan deyirsən, fincan sağa qurban olum. Bundan böyük nankorluq olar. Bir misal çəkim, mənim övladım gələ dünyaya gedə qonşunun atası ilə yaşaya bir ömür. Mən ona necə reaksiya verə bilərəm? Əlbəttə ki, onu silərəm.